hələ görülməmiş işlərim çoxdur. Köç edib getməyə fikrim yoxdur. Allah məni gətirib bu həyata, istəmirəm adım yox olub bata. Hələ ki, mən bu mövqeyə çatmışam, gecələri gündüzümə qatmışam. Hər bir addımımda olub əziyyət, qazancım nə olub? Sözsüz ki, hörmət. Allah nə buyurub? Səndən hərəkət, mənim də bəndəmə əcrim bərəkət. Bu sözləri əldə şüar etmişəm, Əhl-i-Beyt yolunu sanki getmişəm. Bu yolda həm zəhmət, həm də elm var. Düz yaşayan bəndəyə haqq olur yar. Təkəbbürdən, haramdan, kindən uzaq, yalandan, qeybətdən, böhtandan iraq. Çox saymaq olar mənfi cəhətləri. Uzaqlaşdıraq mənfi xislətləri. Nədənsə fikirlərim çox qarışdı. Sözlərim bir-biri ilə yarışdı. Heç kimin yolu yarımçıq qalmasın. Həyat onu ağacdan kal salmasın. Nə oldu? Artıq yaza bilmirəm. İndi nöqtə qoyub daha dinmirəm.